Seyid yaxın oturdu. Kutlu bizim ya. Bizə bir dənə çay götürdə, bizə 4 dənə. Yaxşı Seyid var, Seyidi görəndə gözüm içərdə. Ya Allah, necə? Seyid nə yaparsan abi? Nə var mı? Vəziyyətin nə yerdədir? Qardaş, yaxşı, hər şey yaxşı. Danışmır da bu adam. Bu adam danışmır. Necə yan danışmır abi? Danışmırsa zat deyil. Valla danışmır. Yanına girən də var, çıxan da var. Danışmır. Ne var? Kurban. Niye danışmır? Yer kursunlar. Niyə danışmır? Oturun bir şeyden zaten yazın Nə gününü. kimə küsü bu kimdən, nə umur? Qalmışım böyle bir sen düşmüşsən. Şahit günlərim Allah'ım məndən hiç sen çıx. Kişiylə adam başını işləyir. Düşmürsən, deyən qardaş salam. Narahat olmur. Ay sen spor kimi oğlansın. Sen gör ki bu indi gəlmə var. Gəl nə yazı lazım, poz lazım. Gəl bu işin haqqında çıxırsa, yaxşı bu nə yaxşı yazı verir olunsun. Ne var? Kardeş deyir sesini işit. Yaxşı dedik, hepsini vermişsiniz. Şəkil də yazı verirdi çox. Vermir. Özündə də vermir də. Şəkil cibində, imzalamır. Tipdir də deyil. Niyə görə imzalamır? Bereket hakkı deyir, bu günlerim danıştık. Allah'ım hamd olsun Bereket hakkı. Bu günler söhbət olundu. Şahin de bu şeyin telefonu. Danıştık. Telefonu koydu ortaya söhbət ediyor. Dedim ne var arkadaş? Geldin bizi anamıza ağlatırsan. Git danış. Verin bir telefon danış. Su diye danış. Ben dediğim neyi ölçü götürelim. Niye? Şu an bir şey soru zengin. Şu an telefonu bağladım. Üzber oturmaya. Dedim sen söz götürelim. Dedim ben ne diyeyim? Dedim ben ağlarım. Onun ağır məsələnin cavab beləcək. Elə bir şəkil verilmiş. Bir sənə inanmır. Görün, ləzzət olur. Danışdığınız sağ ol. İndi gəl məsələni mənə söyləyək. Bir çıxart da quturaq. Buradan bax. Bu kimsin tarih? Sen diyeyim ki, elleriniz mənim. Ben söz diyeyim size. Buradan çəkildi yok. Ben dalı çəkilən oğlandım. Ben onu bilirəm. Başa düşdüm. Onu şükür Allah indi tanımırsan, ondan sonra tanıyarsın. Yani ben bir şeyin aklına kadar gelemem. Yani ölümse ölüme de gelirim. Ölümden korkmam. Yani demeyin o ki bu işin aklına kadar geleceğim. Ama o sana dedim ki bu günlerin yolu kalmışım. Sən mənlə razılıq dinlə gözək. Burada kimsə time götürür. Yəni dəqiqə, saat, vaxt götürür. Əgər bu iş bizi qatıra verirsə, buradan elə bir şey yol çəkib verir. Kardeşim, Gəl, danışdır bizi ilə. Bak canım için bu iş... Bu əfiraqa. Elə çəkib bu 20 gün deyib, bu şəkildə getmişsə inanmır da, sən inanmır. Sənə də inanmır, müəllim inanır sizədir. İndi gəl nə yapalım? İndi biz bunu çıxaq, bununla, bir kişinin. Çağırıb, danışıq söhbətimizi, sən inanmır. Get numamızı ver, kartisi tutar sənə də. Sənə biz kişinin düz söz veririk. Sən bilməyin, mən özüm bildim, məsələn, vaxtında pis olmuşum. İndi 60-ım, 92-də 60-ım şey. Almışım, bildim ki, mənimdə şey lazım deyil. 60-ım, hər şey. Alo. Birincisi bir an məclis getmişim, bu qədər sikmişim. Bir yoldaşımın düşküsün, bu nə var burada? Deyin gözləsin. Səbir varsa gözləsin. Çaydan zaten qoy otursan bu öndə. Ancaq elə bir şey var, səhər canım. Gidib malımızın üstünə çıxır. Atamın qəbri inanmaq üzrədir. Allah inanır. Buna bax, heç bunlara ehtiyac yoxdur. Veşdə çox. Sabah ola bilər ki, sahibə naiz edər bir dəfər. Bura məsələn deyər ki, belədir. Buna bax, qardaş, üstə hörmətli edək. Niyə qardaş bunlar pis yerə gedirlər. Getməlilər. Bax, kül olur bizim başımıza. İndi olub da, budur, mən bununla razılaşmaq Peter. Bu gün belədir. Bu gün Leyli də Peter'dən gəlmişdi. Axırı Peter. Məsələn, söyləyirəm, əgər oğlan gedirsə Askın yanında, gözünün taksi Askın baxırsa, bu nağıl söhbətdir. Əgər Peter gedirsə, gelirsə, o nisə söhbətdir. Şahin, Şabo gelirsə, söhbət edirsə, bu nağılıdır. Qarşı gəlsin, hesabına qutura gitsin, nə var burada? Sən gelirsə, bütün söhbət. O kimdir? O öbürü var, indi bazar uşağı olmuş o da, yəni ki, futbol gəlir. Məsələn, gəzək şənası danışır. Necə getməz? Getməsə üzrsən, qabağından yemək kimi olur, getməmək var. Akutuna bu ki, çıxar gitsin git. Balon bolanda, şəhər də gedim, mən götürmək vətənimi gitsin. Aç. Gedək, bir 3 gündə mən səni ləzzətli kafeli, nə olacaq? Gid bir kan yiyəcək. Yiyib içməyə gedir. Bu yaxın niyə bu şey eləmir? Görünür nəsə bunu bu uğurlarla hesablaşır.
Bu da başa düşür ki, bu əlavə şeylərlə iş görmək istəyir, ona görə atqaz edir. Mən belə başa düşürəm. Şimdi belə vəziyyətdə gəlib telefonla danışmaz ki. Mən özüm elə dedim ki, dedim, 7 ay 14 günlük bu adam telefon üzrə istəyir. Bir danışın. Qardaşa bir kəlmə salam mənə işləyir. Sən gəldin, dedim ki, iş bitdi, güzəllik tutarmış. Düz deyil. Allah sənə bal olsun, Allah sənə bal olsun. Burada nə var? Deymirsən ki, bu kişi bir askı tağı gözünə. Burada askı gözünə tutar da. Burada nə var? Əsl iş budur. Yoxsa burada o gəlirlər, bu başqa şeydir. Mən bu çirkə əməllər atmışam, 90-91, istəmirəm. İndi bu hadisən belə danışırsan, bu nağlıdır. Əgər söhbət danışırsan, bu boş şeydir. Mən işə söhbət edirəm. Danışmırsan qarşı, sənə razılaşdır, rəzət adamsın. Git, valideyik, çox sən özünü çəkdirir. Nə var burada? Ayağımı at tatı, tut tatı, vur tatı, at tatı. İlişi olar. Sən bizə qardaş olmalısan. Bizə qardaşımız lazımdır. Bizə heç nə lazım deyil. Nə iş verəni lazımdır bizə. Bizim canına, sağlığına bir şey sürür. Biz nəyə sürür? Mən bir özgə istəyirəm, özgən istəyirəm. Və öz var bir şey istəyirəm. Səbəb, mən deyim, siz cavab qoyun. Sualı qoyaq cavab. 7 ay bundan əvvəl bu mafiya gördünüz bu çurbanlarla birləşir, bu işi görmür. Anadolu çurbanlarla, adları şəkilləri sizə məlumdur. Hansın təsvir üçün bu plan çəkir. Görmür. Və onlardan bunlara tapşırıq olub ki, bizim tapşırığımızı komandamız görür. İşverənlikdə bunlar edir bunlara. Qulu gedir. Bəli, bunlar onların peşqasıdır. Qulu öz başına danışığa gəlmiş, qulunu göndərirlər. Qulu saxlayır, məcbur edirlər ki, Qulucunun abişanısı var onlara. Nə qədər, nə, bilmir. Ya deyil, mənim borcumu silin, ola bilər. Böyük, budursun. Ya neysə nalqan söhbət gedir, ya keçmiş məsələdir. Parmağın əlindən qol çəkir. Qardaş, əlinizdə Hələ küllü milyona borcu var. Mafyozda. Hələ parmağının basılıdır. Uğraş millət. Özü sahib mənim 2002-ci ilin oktyabrında. 2003-cü hadisə oktyabrında baxdım. Mən baxdım. Bu millətin ki, başçısı, böyücü, Heydər Əliyev müşrət istədi. İstədi də özünün başına efirlə. İstəmədi. O qaç. Dünyanla bir də. Yox, o bizlikdir. Mən səhv söz deyil. Biz qardaşımız, mən əmi olduğunu danışmıram. Mən özgə olduğunu danışmıram. Gəlib sən bir dostsun. Amma qardaş gözür. Düz deyil. Sonra dostluğumuz, qardaşımız. Biz amma 2 qardaşıq, 5 qardaşıq. Biz qardaşımız istəyir. Varın deyil, gəl. Yoxun deyil, tanıyarım. Sənin üçün əvvəl söhbətin belə idi. Düz deyil, yerində bilirəm, tapmışam belədir. Mən səni burada mühakimə eləmirəm. Burası belə işin həlini çalışıram. Düz deyil. Mən elə istədim. Deyil ki, mən tapıram da bilirəm ki, bu nədir, heç bu nədir. Mən sənin sözün mənə bəsdir. Dinə ki, qardaş, var, mən hazırlaş, sənin görüşürün, mağarib götürür, buradan çıxır. Get buradan mağarib et, özünü şeylə çıxır. Biz iş verən görürük, biz qardaşımıza çalışan adamlara. Bizim nəyimiz lazımdır? İş budur. Yoxsa belə getdi, elə getdi, o qoyaq qırağa. O söhbətdir, bu işə aydındır. Sən hərənin öz bir kəlmə sözü var. Siz nədir görürsünüz bu yolu? Mən bu yolu görürüm ki, sən bu danışığınla, gəl şunla, mən bu yolu açıq bilirəm. Açıq bilirəm. İkincidə mən səhv söyləyəcəm. Əgər o adama sən inanırsa, haqqı sən bilirsənsə, heç o adam da bilməsin. Adam bilsin. Yəni 2 nəfər görürsünüz. 2 nəfər biz görürük. Düz deyil, heç kəs bunu bilməyəcək. Burada nə var? Gəl işimizi bura tutuyorsun da. Gətirib Allah balı olsun, Allah canlı olsun. Gətirib telefon nömrəsini vermişsən, danışmışıq, ya da şəklini yazmışsan, bu qoyduq. Birinci variant, ikinci var, üçüncü variant gəlmə variantdır. Düz deyil. Gəl üçüncü variant gəlmə variantdır, danışıq da çəkilsin də. Bu sənin sabah ziyandır. Mən adəmdə olanda, mən o komandira dilimlə vardı. O danışıqda özümüz bilirdik hansı pozisiyon tuturdu. Sonra sənin bu pozisyon çürük pozisyon. Denəyə görə, sənin sabahçı bu pozisyon sənə tərəf vermir. Qardaşımsan, canımsan, bir dənə bağış, bu necə yanı danışmıyor, bir başa düşənlər. Bax, balamın ölmüşdə görünən mən nəyə anlaşım, əlimi Qurana basım, getib Qurana basım. Deyib danışmır. Bir yazın varsın ki,
Toz kimi olan. Sən ürəyin ağrıyan adamdır. Sən mən qalmışam, düşmüşəm tübük yox, belə işdə. Mən də başımda işim Allah'ın dozunu ölürüm, neydi? Ayrıca bakmasın. Ya da ola bilər ki, bir adam deyər ki, ver yəni. Bunlar təmiz adamdır, deyər ki, mənim yaxşıdır, belə deyil. İndi deyək ki, getmiş, gəlir. Bu da belə də var bilər. Məsələn, danışmır. Sahib nə demək istəyir bu məsələ? Bu sözü Nə məsələn. deməkdir? Bu necə qoyur? İndi əzbərdim. Sizdə müəllim, sizdə mən də müəlliməm. Bu kişidə müəllim. Bu yox. Bu bizim psixologiyamızda siz deyənlə müdahası. Bizim kimi insanlar. Bunlar insanlıqda kənar adamlar. Bunlar insanlıqda mən deyirəm bu sözü. Payı olmayan adamlar. Bir adam ki, bu işi görə, bunun çörək kəsdiyi adama bu işi gördürürlər. Və bunun səlahiyyətini verirlər bu gün üçün buna. Saxlatdırırlar bunlara. Məlum. Qulu gəlir. Qulu bilmirsə, yəni xəbəri yoxdursa, onun yaxşılığından, pisliyindən, vəziyyətindən necə danışığa gələ bilər? Siz tanımadınız, bilmədiniz üçün necə danışığa gələ bilərsiniz? Özdə bilirsiniz, kimlə danışığa gəlirlər? Sən söz kəsimi yiyib canavar. O da bilir ki, danışığa gəlib salır. O pozisiyonu sən yaxşı verirsən, o psiximi yaxşı verirsən. Biz səninlə razı yox. İndi bu gör ki, o adam da ki, əsəbləşir ki, bu danışmır. Bunu danışmırsa, bunu armalısın. Bir də ki, bunu bıraxtırma lazımdır. Düz deyil. Baba, indi gəldim mən deyəm. Nəsibə ilə Hacı babanın söhbəti yox səhnədə. Bir də görürsünüz. Gəldim, çıxdım bura. İndi bunları çağırırlar, bitirir. Yəni, bunlar gəlmir Azərbaycana danışır. İndi mən bir getməyim oraya. Getməsinlər, bunu soruşmasın. Nə cür deyirsən? Deyirəm, biz öz yerimizdəyik, biz boşdayıq. Gelmediyseniz git. Getmir, bu şifir tutma getdir. Amma axı bizə deyil, inanaq ki, bizim oraya getdiyimiz iş realdır. Bu boyunlarlar var. Onu da illərəcə şabo getsin oraya, mühəmə görürsün. Illərəcə görürsün, çıxsın şöyle. Onu qol qoyacaqlar, qoymayacaqlar deyərlər. Sən özün gəlib görüşə bilərsən. Nə? Video verək, çək gətir. Sən güzel şeydir. Danışmırsan, danışma mühəmə. Amma video çəkdin, göndərdim kasetə, sağ ol. Danışdılar, şansı var yəni seçilməkdən sözləyəndə. Bizim danışığımızdan onların razılığı danışıq götürür. Orta məxrəci gəlmək. Hə? Orta məxrəci gəlmək lazım, gələ bilir. Bir orta məxrəc gəlmək lazımdır. Şahin onunla görüşə bilir, Mahinlə görüşə bilir. Gelib doğru gedir. Görüşə bilir ki, Mahinlə gəlmişəm. Bilmirdim. Sağ-salamatlar şimdi. Salamat olmasa bu adam deyər ki, məsələn, başına... Demirlər də, siz bunu niyə belə sadə baxırsınız? Ne deyim? Oğlum da bax. Bunu mən görürüm ki, Asən dedim akşam ki, işə görürüm. Mir baba yoxdur. Mir baba dediyi. Mir baba gedib gəlir. Ləzgi. Bəli, o danışır Peterlə. Oranı tənzimləyən Mir babadır. Gəlib gedən, aparan, gətirən sözdə, yaxşı məndə, yəni. Şəkilə imza attırmağı göndərdirən, məsəl, telefonun Mahirdən əlbəri verilən, xətti açdan, odur. Ki, tapışıq Bakıdan falan kəs tərəflərini verin danışsın. Verin danışsın, əmr edirlər. Verirlər, saplıyaqlarda verirlər. Danışmır. Nə görüyorsunuz? O, bilmir, şey var, alıb, təhsil adamı var. Yol açar, budur. Uşaq yerindədir, sağ salamatlı. Danış. Sizən qarar nətədir? Bu görməyib. Nədə qarar bilirsən? Ay, nətədir bilirsən? Səs çıxır. Hanı səs çıxır? Bir dəqiq. Şəşini gətirmişsən? Bir dəqiq deyəm. Yox da, sən havad da, deyirsən ki, bayırda mənim 1 milyon pulum var. Havad da bu. Bir dəqiq deyəm. Bu adam dediyini insan, hər bir şəxs adamın üçün sözə gəlmişdir. Ay, yox, sözü. Sözü nə verir? Gedir sözü nə verir? Gedir qap verir, gedir su alaq. Görüb bizə limat verirlər bu sözə. Axırda yəqədə ki, balıqlı verir, bağışda üzr istəyim səni. Sözü nə verirlər, qadam? Sonra fikirləşir. Söz 16-17 günlük söhbət edir. Dağıstandan tutmuş, Xaçmazdan tutmuş, Sarıqadan tutmuş. Bir ibarətlər var, bir hamısı belə ibarətlər. Görmüşüm, salamatdır, yaxşıdır, deyir şəkil verir, hər yaxşı.
Hə, nə varsınız? Nə cür istəyirsiniz deyin. Mən işləyəm də bir dənə bura gəl zəhmət olmasın. Nə cür deyirsiniz? Yol yaxşı yoldur, yumuşaq yoldur. Təhlükəsizlik baxımından zaten. Nə cür bilirsiniz? Nə cür fikirləşirsiniz, deyiniz fikir. Ya fikrimiz bu ki, bizə təmiz şey lazımdır. Təmiz mal, təmiz işimiz lazımdır. Baxın, necə bu çətin vəziyyətdə olan telefonla danışmaq istəmirsiniz? Mən nəyə görə danışmaq istəyirəm? Natik nəyə görə danışmaq istəyirəm? Allah mənə də təcrübə gəldi. Vallahi bilmirəm onu. Bilən deyərdi. Nəyə görə danışmaq istəyirəm? Bu gün bunların danışığından, bunun yox, uşağın biri-birinə ağır, belə laf, çobut söz deyirlər. Şahinlə qulu. Bir babaya zəng vurur ki, niyə danışmır? Elə deyir, sən orada oturmuşsan da, sən deyirən, bütöv, sən eşitdiyim, bütöv. Ay yox, bu nəsə çətin işdir. Allah. Bir kağız yazılanmır, yəni bir şey. Böyə-böyə yazsınız, yazdırmamazlar ki, belə özü götürək, deyək ki, var. Telefonu verirlər, geri danışılır, iki. Kim açıq edeyim, nəyə açıq edeyim, nədən umar, yüksəldiyi nədən? Oğlum bir şey diyor. Bu kişi sənin ya adamın zəvidir, ya adamın girəb çıxandır. Məsələn, axşam deyirsən ki, Şahin girdi, söhbət edir mühalifə, yaxşıdır. İndi benim deyirsən ki, bizə Şahin girmədi, görməyib. Biz burada, sən deyirsən, biz qulaq olsaq, bir qardaşım. İndi gəlib deyirsən ki, nə bilim, belədir. Bizə lazımdır ki, bu kişinin gəlməyi, bizi çarpmaq. Gedim qardaş, oturun orada, çağırmayıblar sizi. Danışın, nə cür danışır, sizə danışın. Mən sizə nə deyirəm? Mən bilmədiklərim. Mən biraz da əsəblərim yerində böyük. Sən bilmədiyini deyirəm və sənin qaniləm. Sən toy oğlusu ilə danışırsın. Güngür danışsan söyle. Bizə məsələn, 100... Canım, sən bu işə, bu vur deyil, bu adam oxusun, bu qatil cinayətkar. Qatil cinayətkar axı, nəsə gözləyir, nəm çıxmaq istəyir, düzdür. İndi bundan ötürü, qardaş, deydiyin sözlə biz 52-12 barədə istifadə edirik. Bütün dünyada adam qalmış olursa qoyulmuş. Mesela gəlir bir dənə variant, Tufagəz tanıdığım. Bakıda bir adam qalmıyor. Balamcı olmuyor. Bax, Allah'ın olsun, bax, bütün rəhbərlər. Allah. Kimdir ki rəhbərlərdən soruşur? Kimdir rəhbərlərdən soruşur? Gah deyir Ramiz Fəqir, gah deyir Ramiz Mehdir, gah deyir Cəlal Ölüyür, gah deyir Abil Əliyev, gah deyir Şərqər Əliyev. Bakıda adam qalmıyor. Sonra düşür nazir eləyir, yəni filan nazir, filan şey. Nazirlər qutarır, düşür şey, bazarkom eləyir. Sonra deyir biznesmen eləyir. Sonra deyir qardaş eləyir. Nə bilim, onlar qutarır keçir Qohum Ağrəbiyə. Qohum Ağrəbiyə də bir adam qalmıyor 7 ayda. Nasıl? İnan Qohum Ağrəbiyə də bir adam qalmıyor.